16-cı fəsil. Keçmiş və gələcək arasında. Nə unutma, nə də sil ürəyindəki izi. Hafizəndəki nuru zaman da silməyəcək. Ertəsi günün səhəri Qalib üçün çox tez açıldı və həmin gün Adilin otağının qapısını taybatay açması ilə başladı. Masanı səliqəyə salan kimi judo yarışından sonra Adillə qucaqlaşaraq çəkdirdiyi çərçivəli şəkili masanın üstünə qoydu. Yuxudan erkən ayılan Vaqif bəy Qalibi iş başında yaxaladı. Həftə sonları da olsa, Vaqif həmişə yuxudan birinci oyanar, hər kəsə təzə çay dəmləyərdi. Oğlunun otağında hay-küy eşidən kimi bir anlığa özünü itirdi və bunun Adilin olduğunu düşündü. Qalib ayaq səsindən geri çevrildi və Vaqif bəyin məyus və pərişan baxışları ilə qarşılaşdı. Sadəcə mənəm, sakitcə verilməyən suala cavab verərək dedi. Mən belə qərara gəldim ki, gizlənməyin, bundan qaçmağın və Adilin otağının qapısını bağlamağın və görmürüksə o qədər də ağrımaz deyə davranmağın yeri yoxdur. Çox çətin olsa da, insanı ağrı-acı sağaldır. Biz hamımız onu sevirdik. Ona görə də onu bağlı qapılar arxasında gizlətməyi və onun haqqında danışmaqdan çəkinməyi dayandırın. Bunu nə vaxt elədin axı? Kişi fotoşəkilə işarə edərək soruşdu. Dünən evə qaydanda. Bilirsən, mən hər an onu xatırlayıram. İşə gedəndə, evə gələndə, yemək yeyəndə, yatanda, amma mənə elə gəlir ki, adını deyən kimi hamımızın yarasını qanadacağam. Amma düz deyirsən, bu belə olmalıdır. Biz onu xatırlamalı və onun haqqında danışmalıyıq ki, o da Tanrı dərgahında onun üçün darıxdığımızı görsün. Mən onun yerində olmadığıma görə təəssüflənirəm, deyə Qalib günahkarcasına mızıldandı. Belə düşünməyə cəsarət etmə. Vaqif bəy əsəbləşdi. Özün də bilirsən ki, mən səninlə Adil arasında heç vaxt fərq qoymamışam. Atanla anan bizə ən qiymətli şeyi, səni əmanət ediblər və mənim onların qarşısında cavabdeh olduğumu bir kənara qoysaq, bilməlisən ki, sən bizim üçün Adil qədər doğmasan və səni heç də az sevmirik. Bilirəm və həmişə də bilmişəm. Atamla anam həlak olduqdan sonra başıma gələn ən yaxşı şey sizsiz. Vaqif bəy Qalibə yaxınlaşıb onu möhkəm qucaqlayaraq dedi. İnşallah həyatında daha yaxşı şeylər olacaq və biz səninlə birlikdə sevinmək üçün yanında olacağıq. Amin. Birdən gözlərindən yaşları silərək otağın astanasından onlara baxan Zeyma xanımın səsini eşitdilər. Yenə mənsiz qeyd edirsiniz? Samirə qasırğa kimi qəfil otağa girdi. Vay, nə gözəl şəkildir. Bəs Adillə nə vaxt bu şəkili çəkdirmisən? Samirə masanın üstündəki şəkili götürüb, çarpayıya yıxılmadan ona baxdı. Bilirsən ki, onun bacısından, yəni məndən çox, Adilin səninlə fotoları var. Halbuki mən onun doğma bacısıyam. Samirə, qışqırdı Zeymi xanım. Bəlkə ona görə ki, sənin qədər qaratikan olmamışam, Qalib gülərək cavab verdi və heç də incimədi. Boyunun 1 metr 85 santimetr olduğunu nəzərə alsaq, sən heç də balaca tikana bənzəmirsən. Samirə sakitləşmədi. Vaqif bəylə Zemfirə xanım çarəsiz halda əllərini yelləyərək mətbəxə tərəf çəkildilər. Bir müddət sonra oradan qızardılmış kökə və omlet iyi gəlməyə başladı. Bilirsənmi? Qalib Adilin kompüter kreslosunda Samirə ilə üzbəüz oturaraq dedi. Sən hamımızdan qat-qat güclü və müdriksən. Bu otaqdakı əhvali ruhiyyəni bir dəqiqədə dəyişdin. Mən istəyirəm ki, bu otaq məqbərə yox, xoş xatirələr və sevinç güşəsi olsun. Düşünürəm ki, Adil bunu qiymətləndirərdi. Etiraf etmək mənim üçün nə qədər çətin olsa da, səninlə razıyam,
deyən Samirə kədərlə zarafat etdi. Nə qədər ki, Adili xatırlayıb onun haqqında danışırıqsa, Adil bizimlə olub və olacaq. Uşaqlar, səhər yeməyi vaxtıdır. Mətbəxdən Zeyma xanım səslənbi. Kim mətbəxə sonuncu daxil olarsa, bugün zibili o atacaq. Samirə uşaq kimi qışqırıb, işıq sürəti ilə mətbəxə qaçdı. Qalibə aydın idi ki, balaca və cəldi Samirəni ötmək şansı yoxdur və buna görə də heç cəhd etmədi və cavabında qollarını əlacsızlıqla yelləyərək mızıldandı. Sadəcə zibili atmağı da xahiş edə bilərdin. Səhər yeməyi iş, dərslər, günün planları haqqında söhbətlərlə keçdi. Zeyma ana daha çox məktəb hekayələri danışdı. Bəziləri gülümlü, bəziləri o qədər çox olmasa da, hər bir hekayə şagirdləri ilə qayğı və nigaranlıqla dolu idi. Zeyma ana öz işini, uşaqları çox sevirdi. Və hər bir uğurunu özünə məxsus qayğı və mehribanlıqla ciddi qəbul edirdi. Uşaqlar onu çox sevirdilər, hörmət edirdilər və Zeyma xanımın onlara olan inamını doğrultmaq üçün əllərindən gələni edirdilər. Samirə müəllimlik karyerasına təzəcə başlamışdı və anasının hekayələrini dinləməkdən, onlardan dərs almaqdan, anası ilə məsləhətləşməkdən həzz alırdı. Olarmı Ramin bugün bizə gəlsin? Onu popkorn və pizza ilə filmə dəvət etdim. Bir şərtlə ki, nişanlısını və nişanlısının bacısını da özü ilə gətirsin. Samirə ona göz vurdu. Əlbəttə olar, amma pizza yox. Popkornunuzu yiyin, amma evdə bu qədər normal yemək varkən, heç kim pizza kimi zərərli yemək yeməyəcək. İtalyanlar səninlə razılaşmazdılar. Onlar bütün həyatları boyu pizza yeyiblər və nə qədər sağlam və yaraşıqlı olduqlarına baxın. Yəqin bizim quzu dolmasından dəhşətə gəliblər. Samirə etiraz etdi. Heç bir pizza ananın dolması ilə müqayisə olunmaz. Ona görə də etiraz qəbul olunmur, Vaqif bəy gülərək dedi. Yaxşı qardaş, əvvəllər olduğu kimi yenə də pizzanı gizlində yeməli olacağıq, deyən Samirə söhbətə yekun vurdu. Qalib cavab verdi. Mən etiraz etmirəm, dolma yeyiriksə, deməli ki, dolma yeyirik. Və çox adi bir gün olsa da, Qalib evdə qalmaqdan həzz alırdı və hərdən ona elə gəlirdi ki, heç bu evdən getməyib. Samirə ilə çəkişmələr, Vaqif bəy ilə söhbətlər və Zeyma ananın əbədi qayğısı hamısı onun həyatına, düşüncələrinə məna və nizam gətirirdi. Ailədə yenidən sakitlik və dinclik hökm sürürdü. O birdən-birə gələcəyini yenidən görməyə başladı. Universiteti bitirməsini və təbii ki, Sona ilə bağlı planlar qurmağa başladı. Sona. Onun haqqında ötəri fikir belə böyük həyəcan yaradırdı. Bu həyəcan Sonanı görən mətdə onu tərk etmirdi. Onunla bağlı hər şeyi sözün əsl mənasında bəyənirdi. Danışığı, yeriyişi, gülüşü, onun böyük qəhvəyi gözlərinə əbədi olaraq baxardı.